Salam əziz dinləyicilər. Bugünkü müsahibimiz Səhənd bəydir. Səhənd bəy, çox sağ olun bizimlə olduğunuz üçün. Sizinlə üç dənə sualı danışacaq Urmu Gölü ilə irtibatda. Mən ilk sorudan başlayıram. Urmu Gölü faciəsi sizcə necə bir məsələdir? Yalnız bir ekolojik faciəmi, yoxsa insan faktoru da orada müəssirmi? İnsan faktoru müəssirsə necə təsir edir sizcə? Ə, Salamlar, mən də həmını salamlayıram. Əslində bu yalnız bir ekoloji faciə deyil məncə. Bu eyni halda ictimai, siyasi, iqtisadi bir faciədir və bunu ə, ən çox iqlimin təsiri olsa, buna 20% ən çox təsir edib. Yəni araşdırmalar onu göstərir. Mötəbər universitetlərdə öğrencilər, ustadların apardığı araşdırmalar göstərir ki, ən çox 20% buna təsir edib və iqlimin təsiri 80% insanların buna etkisi olub. Yəni insanların orada su anbarlarının tikmələri ya Türkçəsində baraj tikmələri bunlar səbəb olub ki, suyun qabağı alınsın və əsas o gölü qidalandıran cıvatı məsələn çayı suyun qabağını alıblar, qurudublar. Və bu səbəb olub ki, o Urmu ekoloji faciəsi irəli gəlsin ki, ardıcıl çoxlu faciələr də qabağa gətirir. Yəni sadəcə ekoloji bir faciə deyil idi. Deyil yəni. Bəs sizcə bu gölün quruması insan həyatına və ətraf mühitə necə təsir edəcək? Çünki bu göl quruyur, yəqin ki, bunun belə bir təsirləri də olacaq. Siz bu haqda nə düşünürsünüz? Əslində bunun faciə olduğunu mən təsəvvür etmək üçün bir məsələ deyim, bir misal verim. Təsəvvür edin, siz 150-160 kilometrliyində ucalıqda bir 6 milyard ton duz dağı görürsünüz qarşınızda. Yəni İran'da belə bir şey yox. Yəni belə bir bu ucalığa dağ yox İranda. Yəni bu yerdə olduğu üçün uzun bir ərazidə olduğu üçün 150-160 kilometr olduğu üçün yəni fəsillərlə dəyişir deyə və orada böyük həcmdə duz olduğu üçün yəni bizim vaxtikən o Urmu gölü bizim həyatımızın qaynağı idisə, indi artıq biz onu saxlaya bilməmişik sanki. O artıq quruyub və daha biz onu həyat qaynağı deyil, bəlkə də o kəlməni deyə bilmirəm, daha çətin bir duruma düşmüşük yəni o cəhətdən. Ona görə çox ağır bir durumdur. Bu insani həyata təsirləri də çox böyük bir təsirləri və dərin təsirləri mövcuddur. Belə deyim ki, mən bir neçə dənə araşdırma oxuyurdum bu haqda, cəlib məsələlər ki, zehnimə gəldi. Urmu gölünə yaxın kətlər, məsələn, kətlər var Urmu gölünün 200 metrliyində, kənd var 500 metrliyində, kənd var 1000 metrliyində, 2000 metrliyində. Yəni araşdırma göstərir ki, kənd nə qədər yaxınlaşır Urmu gölünə, nə qədər yaxındırsa, o kəndlər daha çox təsir alıblar. Ağacları quruyub, heyvanlar aradan gedib. Ən böyük məsələlərdən biri ki, təsir edib Urmu gölünün quruması iqtisadi faciədir. Ətrafda çox dərin bir kasıbçılıq yaşanır. Yəni insanların tarlaları, əraziləri, əkin əraziləri aradan gedib. Su quyuları dərinləşib və su tapılmır artıq, su şorlaşıb. Orada olan bağçılar ağacların suvarmaq üçün tankerdə su gətirməlidirlər və o çox həzinlə apardı yuxarı. Sonra banklara borcları o kəndlilərin çoxalıb xüsusilə kəndlilərin borcları çoxalıb və bunun ardıcıl təsəvvür edin ən böyük bizim oradakı qurbanilər məncə uşaqlar və qadınlardır. Uşaqlar ona görə ki, birinci o ərazidə uşaqların açıq ərazidə oynamaq şansları çoxdur və açıq ərazidə oynayırlar və birbaşa duzdan, tozdan orada üzbəyüzdülər. Mən Aral gölündən misal verim sizə, bu uşaqlar mövzusunda nə qədər önəmlidir məsələ. Aral gölü quruyanda, bilirsiniz də, Aral gölü 1960-cı ildə qurumağa başladı, Sovet dövrü. O da soyuq müharibə dövrü olduğu üçün çox da dünyada hay salmadı və belə də risanələr yox idi deyə.
qurmağa başladı 60-cı illərdən. İndisində də bu ətrafda olan insanların içində və dünyada ən çox uşaq ölümü Aral gölünün ətrafındadır. Ən çox uşaq. Ona görə ki, Aral gölü qurudu, orada olan duzlu tozlar ətrafa yayıldı və ən çox uşaqlar ölürlər orada. Ən çox uşaqlar ölürlər və bu çox ciddi bir məsələdir. Bizim yəni gələcəyimiz olaraq, yəni uşaqların orada olan, yəni ən azı 6 milyon, 7 milyon orada yaxın Urmi gölünə yaxın 6-7 milyon Azərbaycanlı yaşayır. Biraz araya gedirsən 15 milyon bizim cəmiyyətimiz daha çoxalır, getdikcə 20 milyon. Yəni ərazidən nə qədər uzaqlaşırsansa, o təsir düzdür azalır, amma yaxın müddətdə azdır. Uzun müddətdə bu təsirlər çox olacaq. Uşaqlarımız çox ciddi təhlükə altındadır. Qadınlarımız çox ciddi təhlükə altındadır. Ona görə ki, iqtisadları zəifdir. Ataərkil bir toplum olduğu üçün normalda onların işdən, ədalətsiz bir sistem olduğu üçün onların başqa məsələlərlə ilgili statusları və iqtisadi durumları zəif olduğu üçün onlar da daha çox zərbə və ziyan görən kəsimdilər. Və bu ara uşaq və qadına gəldikdə danışdığımız zaman əslində işçi qadınlar və işçi uşaqlar daha çox bu şeydədirlər, zədə görmək və güvənsiz bölgədədirlər. Ona görə bunun ardıca başqa ictimai tərəflərinə baxsaq, yəni insanlar fərqli statuslarına görə, iqtisadi durumlarına görə, gölə yaxın və uzaq olduqlarına görə təsir alırlar və zərər görürlər bu əvarizdən. Ona görə mən baxırdım, gördüm ki, məsələn, araşdırmalar göstərir, Urmiyənin şərq tərəfində asp xəstəliyi Urmi gölü quruyandan şiddətdən çoxalıb, asp xəstəliyi. Abmorvarit çox çoxalıbdır gözdə. Sonra sərətan çoxalıb, sərətan. Uşaqlar ki, az çəki ilə doğulurlar, çox çoxalıb ki, onların qalmaq ehtimalını aşağı gətirir. Uşaqlar az çəki ilə doğulurlar. Yəni, Urmi gölünün çox iqtisadi məsələsi var. Yəni, effekti sualda yəni, insanın toplumuna nə təsir edir deyə çox geniş bir təsiri var. Yəni, bu danışığımıza sığmayacaq qədərdir. Siyasi etkiləri var burada, yəni köç məsələsi var. Yəni, yalnız İranın ayrı yerlərinə köç deyil. Bu məsələ Türkiyəyə köçdür, Azərbaycana köç məsələsidir. Sonra Avropaya köç məsələsidir ki, bu da necə ki, Suriyədə olan cəng, ya Ukraynada olan cəng, Ukrayna Rusiyanın cəngi deyil idi, ya Suriyanın cəngi tək Suriyanın deyil idi. Türkiyə necə təsirləndi və Avropa necə təsirləndisə, həttəmən Urmi gölünün təsiri yalnız Azərbaycanda deyil etkisi. Yəni, böyük bir əraziyə şamildir bu etki. Əraqdır, tozları gedir, mühacirətdir Türkiyəyə, gedir, İranın mərkəzi bölgələrinə getmə ehtimalı çoxdur. Sonra mən son bu Otağı Bazərqaniyə Təbrizinin məhsulu danışırdı, adını unuttum. Deyir ki, bizdə indi şərait bu cür olur ki, Azərbaycanın şərqindən karxanadarlar, sərmayədarlar köçməyə fikirləşirlər. Yəni, getməyə düşünürlər. Yəni, bu göstərir ki, köç məsələsi, sirvətin getməsi, məntəqənin daha kasıblanması, yəni çox böyük bir effekti var, təsiri var Urmi gölünün qurumasının. Yəni, ən azı siyasi, ictimai, sonra bu tərəfdən sağlamlıq. Yəni, çalışdım çox qısa hamısına şey eləyəm, amma danışam, amma daha genişdir, daha dərindir. Yəni, bu mövzulara daha çox danışmalıyıq məncə. Bəs sizcə bu sayaq faciələrin önlənməsi mümkün müdür? Əslində, biz başqa nümunələrə baxanda, yəni mən Aral gölünü necə işarə elədim, Aral gölü 1960-cı ildən dediyim kimi başladı qurumağa, gəldi sonra Qazaxıstan dövləti müstəqil olandan sonra bir iş gördü. Yəni, Sovetlər heç bir iş görmədi. Sovetlər heç bir iş görmədi. Orada 40 min nəfər ən azı Aral gölünün ətrafında balıqçı var idi. Düzdür, Aral gölünün suyu şor suyu idi. Amma üçün böyük göl idi və çox dərin idi. Məsələn, birdən 17 metr, 20 metr baxırlar, görürlər, onun irtifası düşüb, suyun irtifası düşüb. Yəni, çox belə sulu bir göl idi deyə
Nə qədər azaldı göl, o qədər şorlaşdı və balıqlar öldü və şeylər öldü. Və ətrafda olan o 40 min nəfər fəqət balıqçı var idi ki, hamısı köçdülər getdilər. O Aral gölünün ətrafında olan bütün şəhərlər, kiçik-kiçik bəndəri şəhərlər var idi. Hamısı məhv oldu, aradan getdi. Yəni biz qərar deyil, həttəmən bu məsələnin gələcəyin, Urmu gölünün gələcəyinə ciddi bir araşdırma həttəmən lazımdır. Araşdırmalar çox lazımdır. Amma insanın təcrübə etdiyi başqa ərazilərdəni yenidən biz təcrübə edib gələcəkdə necə olacağı gözləməməliyik. Yəni baxırıq görürük ki, yaxın qonşu ölkələrdə bu faciə yaşanıb, Duzlu göl var idi, ətrafdakı insanlar nə faciə ilə üzləşdilər, iqtisadları necə oldu və bunun önləməsi biz artıq yəni uzun bir zaman dövlətin bütün ekonomidə və fəalın mədəniyə izin vermədiyi üçün fəallar çox etiraz elədilər məsələyə və izin vermədi dövlət. 2011-ci ildən, 2010-cu ildən Azərbaycan fəalları, çevrə sevər insanlar etirazlarını dilləndilər. Bunlar dedilər ki, həttəmən buna qarşısını alması gərəkir, gərək biz ciddi addım ataq. Amma dövlət eşitmədi, onları həbs etdi. Yəni olardı mütləq və indi də yəni meydanda o bir son araşdırma birinə baxırdım, Lalə xanım, bu məsələ var idi. Yazmışdı ki, ətraf kəndlərdə 266 100-ə 266 dərsə əlbəttə yazmışdı ki, burada insanlarda ümidsizlik yaranır. Yəni çox şiddətli bunların ruhi durumları kəndlər üçün yaxındılar, çox şeydir, ümidsiz olublar. Güvən aradan gedib, özlərinə güvən aradan gedib. Sonra ətrafa dövlətə kəsin güvənləri şərt edir. Yəni bunlar hamısı dərsət və araşdırmalar vardı. Şimdi necə təsir edib. Ona görə məncə indi önləmək insanı daha o faciələri hətta yetirmək və azaltmaq, faciənin daha da şey etmək, yəni dərsədinin azaltmasına düşünməliyik məncə və onun üçün Azərbaycan camiəsi birləşməlidir və ciddi halətdə ki, bu bir tərəfi plan olmalıdır. Bir tərəf məsələnin, o tərəfdən də gölün ehyası, gölə yenidən su gəlməsi də o da yeni bir tərif və yeni məsələ olmalıdır ki, üzərində işlənilməlidir. Məncə olardı, amma təəssüflə İran dövləti bu məsələni ciddiyə almadı və ekoloji faciə yarandı və indi də məncə heç umursamır bu məsələni və Azərbaycanlılar ən çox bu məsələdən zərər görəcəklər və onlar da heç şey deyirlər bu məsələyə.